Ukrayna prezidenti Volodymyr Zelenski ölkənin öz ərazisinin hər hansı bir hissəsindən imtina etməsi ilə nəticələnəcək heç bir sənədi imzalamayacaq. Missiyas xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak The Atlantika müsahibəsi zamanı məlumat verib. Onun sözlərinə görə, bugün heç bir ağlı başında olan şəxs ərazidən imtina barədə sənədə imza atmaz. Zelenski prezident olduğu halda heç kim bizim ərazilərdən imtina etməyimizə güvənməməlidir. O ərazinin verilməsi ilə bağlı saziş imzalamayacaq deyə siyasətçi vurğulayıb. Yermak qeyd edib ki, Ukrayna konstitusiyası bunu qadağan edir. Heç kim Ukrayna konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəməsə, bunu edə bilməz deyə siyasətçi əlavə edib. Yermak bildirib ki, danışıqların növbəti mərhələsində Zelenski Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərindən imtina məsələsinə qırmızı xətt çəkmək niyyətindədir. Hazırda biz ancaq təmas xəttinin müəyyən edilməsindən danışa bilərik. Bunu etməliyik deyə siyasətçi bəyan edib. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.